döngələrdən, piyada keçidlərindən 5 metr əvvəl, 5 metr sonra dayanmağa icazə verilir. Yəni 4 metr qalmış dayansan, artıq qaydanı pozursan. Bu sürücümüzdə sağda olan, bax bu küncdən elə bir 6-7 metr sonra dayanıb və avtomobili görsənmir necə sıxıb o hasara doğru ki yolu tutmasın. Əla, alqışlanası bir addımdır. Ancaq bir məsələ də var. Lətifəsi indi bu sürücümüzdən iraq məsələ deyirəm. Deyir, biri oxudu, alim oldu, ancaq adam ola bilmədi. Bu sürücümüzün elədiyi bir səhv yoxdur. Belə götürəndə. Düzdür, yolun əks istiqamətində dayanıb, bundan işimiz yox. Amma burada işin başqa bir tərəfi var. Bu sürücü, əyləci bıraq qızım, dayandığı yer döngədən bəli 5 metr kənardır. Ancaq o sürücü orada dayanmaqla bizi məcbur eləyir ki, biz sola çıxaq. Düzdür? Bəli, qarşıdan gələnin yoluna çıxmağa bizi təhrik eləyir. Və qarşıdan gələnin yoluna da çıxırıq. Yaxşı, heç bir sıxıntı yoxdur, baxdıq. Amma burada da çala var, düzdürmü? Deməli, qardaş, sən burada maşını saxlamaqla məni o çalaya düşməyə məcbur eləyirsən. Neyniyim mən? Ora düşməliyəm. Oradan qaçacam, bu birinə düşəcəm. Fikrimi çatdıra bilirəm. Yaxşı, bu sürücü neynəməlidir? Bu sürücü əslində o tərəfdə dayanmalıydı. Amma orada da dayansa, orada dayanmış parklama ərazisində dayanmış avtomobillərin çıxışına mane olacaqdı. Çarəsi yoxdur, belə görünür də, düzdürmü? Amma nə gözəl olardı bu avtomobil, orada dayanmış o mikroavtobus ki var, onun kimi onun arxasında dayansaydı. Elə olan halda nə parklama ərazisindən çıxanlara mane olardı, nə bizi o yerdəki çalaya, çuxura düşməyə məcbur eləyərdi, nə də özü, belə deyim də, gediş-gəlişə mane olardı. Fikrimi çatdıra bildim mi? Əyləci bıraq qızım. Ona görə də avtomobil idarə etməyi bacarmaq kifayət deyil. Məntiqimizi işlətməliyik. Məntiqlə düşünməliyik, biraz sol. Və yaxud da, bax burada dayanmış avtomobillərə. Düz piyada keçidinin üstündə dayanıb. İndi bilsən, mən nəyi demək istəyirəm? Bu faciəvi bir şey deyil olmağına. Yəni, məktəbdir, misal üçün yaşayış zonasıdır, aydın. Amma sən o piyada keçidinin üstündə dayanmağa məhkumsan, məcbursan, yoxsa yox, burasına baxaq. Axı şərait var, sən bir 10 metr qabaqda dayana bilərdin. Niyə orada dayanırsan? Yəni bu qədər kobud qayda pozmağa məcbursan? Yox.